Salam aleyküm. Buna belə deyim, Tofiq Bəhramov adına stadyonun əks tərəfidir. Ağdağ Universitetinin arxası. Burada da möhtəşəm park açılır. Allah bütün balaları, nəvələri saxlasın. Ailəndi, Banuşdu. Gelmişik biz de bu parkı gezmeye. Ailem məktəbdən çıxdı, dedim gedək orada parkı gezək. Biz de gedirik parkı gezmeye. Banuş da qəşəng baladı, Aylin de güzel baladı. Allah bütün balaları saxlasın, nəvələri saxlasın. Parklarımızdaki möhtəşəmdir. Qəşəngdir. Amma Bakıda möhtəşəmdir ha. Bakıda gözəl şəhərdir. Zelyonlu Qorod, yaşıl şəhərdir, yaşıl. O signal verdi, signal. Bağlıdır deməli. Park təzə açılır. Bak belə. Orada baxırsan maşallah. Başının hər tərəfi gözəl binalar, gözəl məktəblər, universitetlər. Gel. Çok möhtəşəm değil her taraf. Çok iyi her dinden. Geldik çattıra. Bunlara kurbanım. Siz döyünen yüreğimiz, Tanrı'dan payımız. Siz bizim meleğimiz, güneş ve ayımız. Yakındasınız, uzaktasınız, fergi yoktu, siz hardasınız. Olmasınız, sizsiz bir an darıktık ama yaman. Banuşum, ulduzum, ailenim, şirin kuzum, rayulum, ulduzum, aylamda şirin kuzum, ailenim, ay ulduzum. Banuşum, şirin kuzum, rayulum, şeker tozum, aylamdadan ulduzum, ailenim, ay ulduzum. Banuşum, şirin kuzum, rayulum, şeker tozum, aylamdadan ulduzum. O kadar yumuşak ki Allah'ım orada merkamını koymak. Siz döyünen yüreğimiz, Tanrı'dan payımız. Siz bizim meleğimiz, güneş ve ayımız. Yakındasınız, uzaktasınız, fergi yoktur, siz hardasınız. Olmasın sizsiz bir an darıktık ama yaman. Banuşum, ulduzum, ailenim, şirin kuzum, rayulum, ulduzum, aylamda şirin kuzum. Ailenim, ay ulduzum, banuşum, şirin kuzum, rayulum, şeker tozum, aylamda
Lezzet. Çok meraklı değil oradan vallahi. Sevenler güzel gülümser. Hava oldu. Sen benim etirli gülüm. Çok güzel, güzel. Çok. Ömrüm günüm sen. Ali, Denizin dalgası Ali. Hiç görünmüyor yine bu. Siz kalmaz bu boş güzel. Sakit aslaktım Yavaş yavaş. Komşum da burada. Ailenin de çıktı. Baba ben burada sıkmadım. Baba değil. Komşum baba değil. Yaza yaza eşkin kitabı. Çok meraklı yaşadığı için Allah'a hamdolsun. O kadar meraklıdır. O kadar lezzetlidir. Sen benim etirli gülümsen. Her gece ömrüm günüm sen. Bütün bu güzellik Ağdağ Üniversitesi'nin arkasındadır. Ağdağ Üniversitesi'nin. Zoopatla böl-bölə, Tofiq Bəhramov stadiondan böl-bölə. Allah bütün futbolçularımıza can sağlığı versin. Elə buradan Qarabağa da bir qəşəng uğurlar arzulayıram mən. Gözəl uğurlar arzulayıram. Qəşəng piknik yerləri də var. Çox gözəl düzəlibdir də, çox gözəl. Deməli Allah hamdolsun adam gəzdikcə doğrudan da həvəsə gəlirsən deyil. O qədər ləzzət edir. Maşallah. Doğrudan. Uşaqlara da ki məlum məsələdir. Uşaqlar burada nətərilə bir maraqlı bir gözəllikdə gəzirlər, dincəlirlər, oynayırlar. Həm uşağınla yaşlılar oturub söhbətini eləyir. Dincələ. Budur. Bugünkü Azərbaycan doğrudan da halaldır valla. Allah Ali Başkomandanın kürəyində dursun. Xudavəndi Kərim Allah. Hara baxırsan gül, çiçək, yaşıllıq, gözəllik. Burada da qəşəng dincəlmək, damın olsun. Nə taxta yoxdur, damın ol. Burada da piknikdir. Qəşəngdir valla. Əladır, gözəl. Bax belə də, bax bu gözəllikdən. Gözəllik kəndirdir bol. Bax buradan gedək görək o bir tərəflərdən nə var. Bax belə. Bura Bakının ən son açılan parkıdır. Ən son açılan. Çox gözəl. Əladır. Mandos gedələr. Ha? Mandos gedələr. Gedək McDonald's-e, gedək. Gedək yolumuz Zooparkın yanından görək hava keçirir.
yoruldu, oturup dincəldiler. Bak böyle. Orada. Aydın geldi. Bazarlık deyirlerdi, Banuş'la ayrı. Bak böyle. Güzeldi de Bakı, yalanı yoktu. Burada Zopark. Zopark'a geclanma. Zopark'a geclanma. Her tarafı park, Zopark, gezmeli yer. Maşallah. Amma gezdiler ha. Buradan da belə qalxırıq. Dədə Qorqud Parkı. Vay! Vay! Haydi baş ver haydi. Geçti. Hoş. Oktyabrın 5'i müəllim və müəllimələr günüdür. Mən ailənin babasının, nənəsinin adına və şəxsən valideynlərin adına təbrik edirəm. Onlara uzun ömür, can sağlığı, ailənin kimi tələbələri olduğuna görə var olsunlar. Çox sağ ol. Müəllimələr və müəllimlərə ailənin gözəl adı ilə təbrik edirəm. Təşəkkür. Baba nə şirinlik verdi, baba. Bak belə qəşəng də vallahi adamı elə qəşəng privetli bir də belə salamlarla qarşılayırlar, rəqsinlə. Bax belə adama ləzzət eləyir, Allah hamd olsun. Qəşəngdir, qəşəng. Bax burada gözəl, möhtəşəm Dədə Qorqud Parkıdır. Bu tərəf Zooparkdır, üzü bu tərəfi. Oradan da o tərəfə hələ bir dənə də təzə park açılıb. Gənclik Parkı. Ləzzət Bakı, gözəl Bakı. Bak deməli o tüneldən də keçirsən, o birisi yeni parka. Çox gözəldir də Bakı. Doğrudan da gözəldir, Allah hamd olsun. Hara baxırsan doymursun. Banuşum da gelir ye. Birbirinden güzel, birbirinden qəşəng, ləzzətli park. İyi bak böyle. Geldik, qəşəng gezdik nəbələrlə. Hamının yeri məlum. Bak, Dədə Qorqud Parkından da belə yolun altından keçirsən, bak bir güzel parka. Çok güzel parktır burada. Böyle değil. Geldik çattık eve. Burada gençlik. O tarafta gençlik metrosudur. Bu da Muğam evi. 5 numaralı bağlıca. Buna Muğam evi olacaktı, olmadı neyse. Burada gençlik şadlı sarayı. Böyle. Ama möhtəşəmdir də, yalanı yox, Allah hamd olsun. Azərbaycan hər yeri gözəl. Bakısı da, Gəncəsi də, Sumqayıtı da, Mingəçeviri, Yevlağı, Bərdəsi, saydıqca hər rayon gözəldir. Hamısı birbirindən gözəl. Baba. Hayca. Babama demedi. Babama demedi. Kıstati koy bir evləri də göstərmir, bu 5 mərtəbələri elə qəşəngdə rəhliyiblər ki, Allah hamd olsun, çox ləzzət eləyir də, elə bir ki, elə pəncərəsi var burada.
Geldik çattık. Geçəkdə doğrudan da qəşəng, gözəldir. Resimler çəkiblər. Her yerde de şimdi uşaq plaşatkası hamı üçün dincəlməyə yer. Belə. Bütün şərait var bir sözlə. Stadyumu, mini stadyumu. Aylığın yerlerini Banuş'ta gitti yanına. Diyor. Eşekti. İşte. Hem Allah'ın salamı olsun. Cennet beşen Azerbaycan'dan. Oğlum. Korkur, boşta, boşta. Orman. Gel aşkım. Ay Allah. Oy sırayla, sırayla. Şimdi gözde mi? Ben evde. Bayaq ne dedin sen? Ben uşaqları vurmayacağım. Gel. Ben uşaqları vurmayacağım. Kaka olmayacak. Kaka. Aydın yeşil. Deməli bütün bu şərait, elə bütün məhəllələrdə də var, məhəllələrdə də var. Həyətlərdə də var, parklarda da var. Ən əsası o, hər cür. İstəyir böyüklər üçün, istəyir uşaqlar üçün. Deyir, bax, belə. Allah gözəldir, Allah hamd olsun, halaldır. Az müddətdə hardan hara gəlib çatmışıq. Yəni inkişafı deyirəm. Şükürlər olsun, belə bu günlərimizə min şükürlər olsun.